Her yer göl basıb. Su basıb. Yemək lazımdır. İçmək lazımdır. Çox qəşəngdir də. Ləzzətlidir. Biz də süfrə qurmuşuq. Oturmuşuq. Bəhbə. Bütün çaxır xəngəl. Çaxır xəngəl. Uşaqlar, havalar soyub. O ki, hava soyuyur. Bir damcı yağış yağır. Külək vıy havayı əsir. Beynimə nə vurur sizcə? Bax, nə vurur? Xəngəl. Xəngələ işinin xəngəlləri. Ona görə ki, hər zaman xəngələ işindən sifariş edirik. Çünki çox dadlıdır. Xəngələ işinin xəngəllərinə, hələ bir çaxırına çatan bir çaxır, xəngəl yoxdur. İstəyirsiniz, gedin ünvanında yeyin. İqtisad Universiteti ilə üzbüz Baksovetdə yerləşir. İstəyirsiniz, evinizə, olduğunuz məkana, haradasınızsa sifariş edin. Elə bu dəqiqə. Çünki bu hava elə onu deyir. Yeyin içində. Çünki bu günləri heç nə işləmir. Heç yer yoxdur. Evdəyik. Her yer göl basıb. Su basıb. Yemək lazımdır. İçmək lazımdır. Çox qəşəngdir də. Ləzzətlidir. Biz də süfrə qurmuşuq. Oturmuşuq. Bəhbə. Bütün çaxır xəngəl. Çaxır xəngəl. Sizcə bunlar bizə niyə gəlib? Niyə? Xəngələ. Bax hələ. İndi gəldilər. Ala görüm kocum. Aç görək. Xəngəlin abu havasına gəlib. İmran. Bax, sənə çağıran var idi. Nəyə gəlmirsən? Niyə qarnımıza şərik olursan, ha kişi? Buna bax hələ. Bu da diyetdədir. Mənim günümə bax. Hə. Ayol, yiyirək ucu. Ay qədər, deyən görək bir. Bəh, buna bax, hətta bir dənə açın hələ ki, içini görsünlər. Asıl xəngəl havası. Xəngəl işinin, xəngəllərindən var da. Bəh, isti. Nə qəşəkdir. Göydən damcı düşən kimi xəngələ işinizdən gelirsən. Bəs də. İmkan vermirəm ki. Qoy damcı yerə düşsün də. Buna bax, gəlikləri, hamısını. İmran gözləmirsən, biz gözlədik. Nəfəs al görək. Hava gözəl, soyuq yəni. Və xəngəl havasıdır. Yağış peşmandır düşməyə. Dayan görüm. Çaxırımıza baxayıq, çaxıra baxayıq biz. Bağ. Bağdan da, öz bağımızdan. Bağ. Ev çaxırı, o da xəngələ işindən gəlir. Təşəkkür edirik. İndi çəkəcəm yeyəndə. Bəh. Gördün yemək, day nə demək? Doğru. Nuş olsun. Necə gedir? Gedir. Sən, nəfəs alın arada. Boy. Bastıqları da nə qədər. Əli çəkim onu. Payakalar. Turşumuz da var. Bəh. Nuş olsun. Şəhla diyetadadır. Baxa qalıb. Ürəyi gedir bu dəqiqə. Bu havadan. Bəh. Bu nədir belə? Bu nədir? Xəngəl. Ondan sonra acika, yanında isə çaxır. Əsl havasıdır uşaqlar. Sifariş edin, valla yeyin. Adama arada deyirəm ki, nə qədər dietada olsam da yeyib içmək qalır. Yeyib içəndə o qədər xoşbəxt oluram. Buna bax. Ay sağ ol mən bala. Çəkirəm də, nədir ki? Görüm necə yeyirsən. Buna bax. Bəh. Elə də bəh. Baxın, xəngəldən sonra da spoonful öz əllərimlə hazırlamışam. Yeni şirniyyatı da eşən. Son viral trend. Qalmayıb. İndi çay içirik, yəni buna. Uşaqlar, havalar soyub. O ki, hava soyuyur. Bir damcı yağış yağır. Külək vıy havayı əsir. Beynimə nə vurur sizcə? Bax, nə vurur? Xəngəl. Xəngələ işinin xəngəlləri. Ona görə ki, hər zaman xəngələ işindən sifariş edirik. Çünki çox dadlıdır. Xəngələ işinin xəngəllərinə, hələ bir çaxırına çatan bir çaxır, xəngəl yoxdur. İstəyirsiniz, gedin ünvanında yeyin. İqtisad Universiteti ilə üzbüz Baksovetdə yerləşir. İstəyirsiniz, evinizə, olduğunuz məkana, haradasınızsa sifariş edin. Elə bu dəqiqə. Çünki bu hava elə onu deyir. Yeyin içində. Çünki bu günləri heç nə işləmir. Heç yer yoxdur. Evdəyik. Her yer göl basıb. Su basıb. Yemək lazımdır. İçmək lazımdır. Çox qəşəngdir də.
ləzzətlidir. Biz də süfrə qurmuşuq, oturmuşuq, bəh-bəh, bütün çaxır, xəngəl, çaxır, xəngəl. Sizcə bunlar bizə niyə gəlib? Niyə? Xəngələ. Bax hələ, bax hələ. İndi gəldilər. Ala görüm kocum. Aç görək. Aç görək. Xəngəlin abu havasına gəlib. İmran. Bax sənə çağıran var idi. Nəyə gəlmirsən? Niyə qarnımıza şərik olursan ay kişi? Buna bax hələ. Buna diyetdədir. Mənim günümə bax. Mənim günümə bax. Hə. Ay, yine uze. Ay qədər. Yan görək bir. Bəh. Buna bax. Bir dənə açın hələ ki, içini görsünlər. Əsl xəngəl havası da. Xəngəli işinin, xəngəllərinin var deyəm. Bəh, isti. Uuu, nə qəşəkdir. Nə qəşəkdir. Göydən damcı düşən kimi xəngələ işinizdən gəlsən. Bəs də. İmkan vermirəm ki. Qoy damcı yerə düşsün də, Buna ölçəməsən. bax, gəlikləri, hamısını. İmran gözləmirsən, biz gözlədik. Nəfəs al görək. Hava gözəl, soyuq yəni. Və xəngəl havasıdır. Yağış peşmanlı düşməyə. Dayan görüm. Çaxırımıza baxayıq, çaxıra baxayıq biz. Bağ. Bağdan da, öz bağımızdan. Var, bağ. Ev çaxırı, o da xəngəl işinə gəlir. Təşəkkür edirik. İndi çəkəcəm yeyəndə. Bəh. Gördün yeməyi, day nə demək? Nuş olsun. Necə gedir? Gedir. Sən, nəfəs alın arada. Boy, başlıqlara o nə qədər. Əli çəkim onu. Payakalar. Turşumuz da var. Bəh. Nuş olsun. Şəhla diyetadadır. Baxa qalır. Ürəyi gedir bu dəqiqə. Bu havadan. Bəh. Bu nədir belə? Bu nədir? Xəngəl. Ondan sonra acika. Yanında isə çaxır. Əsl havasıdır uşaqlar. Sifariş edin, valla yeni. Adama arada deyirəm ki, nə qədər diyetada olsam da yeyib içmək qalır. Yeyib içəndə o qədər xoşbəxt oluram. Buna bax. Ay sağ ol mən bala. Çəkirəm də, nədir ki? Görüm necə yeyirsən. Buna bax. Bəh. Elə də bəh. Baxın, xəngəldən sonra da spoonful öz əllərimlə hazırlamışam. Yeni şirniyyatı da eşən. Son viral trend brand. Qalmayıb. İndi çay içirik, yəni buna. Uşaqlar, havalar soyub. O ki, hava soyuyur, bir damcı yağış yağır, külək vıy havayı əsir. Beynimə nə vurur sizcə? Bax, nə vurur? Xəngəl. Xəngələ işinin xəngəlləri. Ona görə ki, hər zaman xəngələ işindən sifariş edirik. Çünki çox dadlıdır. Xəngələ işinin xəngəllərinə, hələ bir çaxırına çatan bir çaxır, xəngəl yoxdur. İstəyirsiniz, gedin ünvanında yiyin. İqtisad Universiteti ilə üzbüz Baksovetdə yerləşir. İstəyirsiniz, evinizə, olduğunuz məkana, haradasınızsa sifariş edin elə bu dəqiqə. Çünki bu hava elə onu deyir. Yiyin içində. Çünki bu günləri heç nə işləmirik, heç şey yoxdur. Evdəyik. Hər yer göz basıb. Yemək lazımdır. İçmək lazımdır. Çox qəşəngdir. Ləzzətlidir. Biz də süfrə qurmuşuq, oturmuşuq. Bəh, bütün çaxır, xəngəl.